Bu qazanın özəlliyi ondadır ki, bunun içərisində hər hansı bir qlazur yoxdur. Yəni təmiz gildən hazırlanıb. İçərisində bu gün şabalıqlı ördək hazırladıq. Çox gözəl yeməklər olur. Yəni dadında da fərqlilik var. Burada pişən yemək uzun müddət isti qalır. Bu qazanların istifadə qaydasında qızıl qayda oldu ki, bəzən müştərilər qazı yandırır, qazanı qıraqda içini doldurur, qazı yandırır, dəmir qızır. Dəmir qızdıqdan sonra bu qazanı dəmirin üzərinə qoyur. Yəni belə etmək olmaz. Belə etdiyiniz zaman dəmir isti olacaq, qazan isə soyuq və qazanı siz yəni sındıra bilərsiniz, qıra bilərsiniz. Ona görə mütləq şəkildə qazanın içərisini doldurursunuz. Qazı yandırmamış formada qazanı dəmirin üzərinə qoyduqdan sonra qazı yandırırsınız və vam kodda qoymaq lazımdır. Və vam kodu daha sonra 1 saatdan 2 saatdan sonra artırmaq olmaz. Yəni qonağım gəldi daha tez pişsin deyə qazın kodunu artırmaq olmaz. Vam kodda bir kodda qoyub istifadə etsəz, inşallah illər uzunu istifadə edə bilərsiniz. Çox gözəl, keyfiyyətli bu saxsı qazanlarda. Sizə də bu məhsullar lazımsa mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksi var, böyük bir şəhərcikdir. MTK-nın sonuncu binası bitən kimi yolun sağında taxta bazar var, o bazarın içərisində fəaliyyət göstəririk. Vaxtla bağlı, məsafə ilə bağlı gəlməkdə çətinlik çəkən müştərilərimizə yenə sifariş verə bilərlər. Bu cür qazanları ödənişli formada taksi ilə də çatdırılma edə bilirik. Sifarişi olanlar zəng edə və WhatsApp yazıb əlaqə saxlayıb qiymətləri ilə bağlı da məlumat əldə edə bilərlər.